Salam uşaqlar. Deməli, bu günlərin biz cümlə bölməsini keçəcəyik. Cümlə nədir? Cümlə bitmiş bir fikri ifadə edir. Bütün günü fikrimizi ifadə etmək üçün çoxlu cümlələrdən istifadə edirik. Cümlənin iki növü var. Biri var, məqsəd və intonasiyaya görə növləri var. Bir də var, sadə cümlənin şəxsə görə növləri. Biz bu günlərin keçəcəyin cümlənin məqsəd və intonasiyaya görə növlərin. Məqsəd və intonasiyaya görə növləri. Belə kiçik yazdım, qısa-qısa kifayətdir. Məqsəd və intonasiyaya görə növlərin. Məqsəd və intonasiyaya görə cümlənin 4 növü var. Hansıdır? Var nəqli cümlə, var əmr cümləsi, var sual cümləsi, bir də nida cümləsi. Hər biri haqqında ətraflı məlumat verəcəm cümlələrin üzərində. Gəldik. Nəqli cümlə nədir? Nəqli cümlə bitmiş bir fikri bildirir. Məsələn, nəqli cümlə quraq. Məsələn, kimin adını əbədiləşdirək? İlkinin. Məsələn, deyək ki, İlkin əzmlə çalışan şagirddir. İlkin əzmlə çalışan şagirddir. Mən bunun nəqli cümləmi qurdum. Və nəqli cümləmin sonunda adətən nöqtə və yaxud 3 nöqtədən istifadə olunur. 3 nöqtədən. Gəldik, yadınızda saxlayın. Şagirddir yazmışam. Nəqli cümlənin xəbərini mən əmr cümləsinə çevirə bilmərəm. Yadınızda qalsın. Əmr cümləsinə çevirə bilmərəm. Olmaz. Gəldik, digər tərəfdən əmr cümləsi nədir? Əmr cümləsi əmr, xahiş, arzu, istək bildirir. Təkcə əmr niyyəti nəymiş? Əmrlə demirəm, məsələn, əmr etmək. Arzu, istək, xahiş də bildirə bilər. Məsələn, tutalım bir dənə əmr cümləsi quraq. Deyək ki, əmr cümləsini quranda özdə mənə əmr ədatları da köməyimə gələ bilər. Əmr ədatları hansılar idi? Di, qoy, gəl, gəlsənə, görsənə, sonra bu tipli əmr ədatlarından istifadə edə bilərəm. Məsələn, deyirəm ki, qoy bir sabah açılsın. Qoy bir sabah açılsın. Feil əmr ədatı ilə qurulmuş əmr cümləsidir. Əmr cümləsi də eyni ilə bunun da sonunda nöqtə və 3 nöqtədən istifadə olunur. Və əmr cümləsinin xəbərini nəqli cümləyə çevirmək olmur. Elə bil ki, bir-birinin əksidir. Amma bir-birinə oxşar cəhət odur ki, əmr cümləsi ilə nəqli cümləsinin durğu işarələri bir-birinə oxşur. Ya nöqtə və yaxud 3 nöqtədən istifadə olunur. Sonra gəldik, amma əmr cümləsinin sual cümləsinə çevirə bilərəm. Məsələn, indi cümlələr üzərində quraq, bir dənə yazaq bura. Məsələn, quraq əmr cümlələri şəxsə görə. Məsələn, deyirəm ki, mən yazım, sən yaz, o yazsın. Biz yazaq, siz yazın, onlar yazsınlar. Onlar yazsınlar. Əmr cümlələrimdə şəxsə görə dəyişmişəm. İndi gəldik. Mən bunu suala çevirəcəm. Hansı çevrilməyəcək? Mən yazım, bu əmr cümləsidir. Sonra deyirəm ki, sual cümləsinin özünə məxsus intonasiyası. Bir xəbəri biraz dartırsan, uzadırsan. Mən yazım, bir də deyirəm, mən yazım. Oldu, sual cümləsinə çevirdim. Əmr cümləsini sual cümləsinə çevirdim. Və yaxud deyirəm birinci şəxsin cəmində. Biz yazaq.
Bir də deyirəm ki, sual cümləsinə çevirəm. Biz yazaq, deməli çevrildi sual cümləsinə. Sən yaz və ya siz yazın, mən çevirə bilməyəcəm. Niyə? İkinci şəxsin təkini və ikinci şəxsin cəmini çevirmək olmaz. Baxın, mən deyə bilərəm, sən yaz indi əmr şəklində deyirəm. Sən yaz, bir də deyə bilərəm, sən yazın. Yox. Və ya siz yazın deyə bilmirəm. Olmadığına görə bunu sual cümləsinə çevirmək olmur. Gəldik, o yazsın, bir də deyirəm ki, o yazsın. Sual cümləsinə çevirdim əmr cümləsini. Onlar yazsınlar və yaxud onlar yazsınlar. Gördünüz, çevirə bildim. Yadınızda qalsın. Nəqli cümlələri əmrə çevirmək olmur. Yox. Əmr cümləsini nəqli cümləyə çevirmək olmur, bir-birinin əksidir. Nəqli cümləni də əmr cümləsinə çevirmək olmur. Yadınızda qalsın. Gəldik sonra digər tərəfdən bunu silək. Buradan bir-birinə mane olmasın. Sonra necə? Əmr cümləsində çevrilir. Çevrilir. İzahını verəcəm indi. Gəldik. Deyirəm ki, sual cümləsi nədir? Sual cümləsi odur ki, qarşı tərəfə sual verib cavab almaq şərti ilə. Sual cümlələri iki cür olur. Bir, ritorik sual, bir də var adi sual cümlələri. Hansı ki, sual verirəm, cavab almaq şərti ilə. Ritorik sual isə sual verirəm, amma cavab almıram. Bəli, bədii sualda. Sual cümlələrində sonunda ya sualdan istifadə edirəm durğu işarəsi kimi və yaxud sual və nidadan istifadə edirəm. Sual cümləsi üç yolla yaranır. Biri var sual əvəzliklərinin köməkliyindən. Sual əvəzlikləri. Biri var sual ədatlarının köməkliyindən. Sual ədatlarının köməkliyindən. Digəri isə sadəcə intonasiyanın köməkliyindən. İntonasiyanın köməkliyindən. Gəldik, sual əvəzliklərimiz hansılar idi? Sual əvəzliklərimiz. Bütün əsas nitq hissələrinin suallarını götürür və sual əvəzliyi olur. Sual əvəzliyin funksiyası nə idi? Ümumiyyətlə əvəzliyin digər əsas nitq hissələrinin yerində işlənirdi də. Sual əvəzlikləri, bütün əsas nitq hissələrindən götürən sual əvəzlikləri var. Məsələn, cümlə quraq. Məsələn, cümlə nə yazaq? Yazaq ki, hara gedəcək sən. Hara gedəcəksən? Sual əvəzliyim burada. Sual əvəzliyin köməkliyi ilə yarandı. Gəldi, sual ədatları. Sual ədatları bəs hansıydı? Sual ədatları mi, ki, sonra bəs, məgər. Bunlar hamısı nə idi? Sual əvəzlikləri, sual ədatları idi. İndi deyirəm ki, bəs sabah gələcəkdin. Bəs sabah gələcəkdin. Oldu sual ədatının köməkliyi ilə və yaxud sən bizə gələcəksənmi? Sual ədatının köməkliyi ilə. Sual ədatım da burada. İntonasiyanın köməkliyi. İntonasiyanın köməkliyi nədir uşaqlar? İntonasiya sadəcə intonasiyanın köməkliyi. Yəni bu iki əlamətdən heç biri iştirak eləmir. Sadəcə durğu işarəsi kimi sualdan istifadə edirəm. Məsələn, quraq sual cümləsini. Deyirəm ki, sabah gələcəksən. Sabah gələcəksən. Sadəcə intonasiyanın köməkliyindən sual cümləsi oldu. İndi baxın, sual əvəzliyi, sual ədatı ilə intonasiyanın köməkliyi ilə qurulan cümlələrə mən təsdiq və inkar bildirən ədatlarla cavab verməliyəm. Təsdiq və inkar bildirən ədatlar hansıydı? Bəli, xeyr, yox, hə. Məsələn, deyirəm ki, sabah gələcəksən, sən deyirsən, bəli, xeyr, yox, indi sən kefinə baxır da. Və yaxud, indi baxın, həmçinin sual ədatı ilə da təsdiq və inkar bildirən ədatlardan cavab vermək olar. Getdik, amma sual əvəzliyindən qurulan cümlələrdə uşaqlar konkret cavab tələb eləyəcək. Məsələn, deyirəm ki, hara gedəcəksən? Mən bəli, xeyr, yoxla cavab verə bilərəm. Xeyr. Nə deyəcəm? Deyəcəm ki, hara gedəcəksən? Sən
sən mənə konkret bir cavab deyəcəksən də, deyəcəksən Bakıya, Şəkiyə, Qubaya, Bərdiyə, ürəyin hara istəyir, rayona, qəsəbəyə, şəhərə, konkret cavab olacaq. Təsdiq və inkar bildirən ədədlərlə cavab verməyəcəm ona. Gəldik, baxın, bir də belə də bir ola bilər ki, qarşınıza test çıxa bilər, kompleks sual cümlələri. Kompleks sual cümlələri nədir uşaqlar? Kompleks sual cümlələri odur ki, həm sual əvəzliyi, həm sual ədəti, həm də intonasiyanın köməkliyindən yaranan cümlələr. Məsələn, deyirəm ki, aha, getdik, bəs hara gedəcəksən? Gəldik, deyirəm ki, bəs hara gedəcəksən? Sual cümləmdir, sual ədatım burada, sual əvəzliyim burada, sual intonasiyam burada. Nə oldu? Bu kompleks sual cümlələr, yəni üçü bir yerdə. Üçü bir yerdə kofi olur, ha? Bax ondan. Aha, gəldik, nida cümləsi. Nida cümləsi hansıdır? Elə nida cümləsində buradan yazarım. Nida cümlələri hansıdır uşaqlar? Və içərisində əsasən hiss və həyəcan bildirir. Biz nida köməkçilik hissəsi keçmişdik ya, elə bilin ki, bax budur. Tərkibindən nida intonasiyasından, hiss və həyəcandan istifadə olunur. Cümlənin sonunda nidadan istifadə olunur. Nidadan istifadə olunur və yaxud sual və nidadan istifadə olunur, yadınızda qalsın. Nida cümlələri də həm intonasiyanın köməkliyindən, həm də sual nidaların, ümumiyyətlə nidaların köməkliyindən, ay, ox, ax, ax, vay, vay, bunların köməkliyindən yaranır. Məsələn, tutalım, cümlə quraq. Deyirəm ki, məsələn, buranı silə elə. Gəldik, məsələn, cümlə quraq ki, deyirəm ki, Ey, sən də gedəcəksən. bəli, ey, sən də gedəcəksən, nidamı da burada, ey, sən də gedəcəksən, gördünüz cümlədə, köməkçinin hissəsi çağırış nidasından istifadə olundu. Sual deyil, ha? Həm belə olur da, ey, sən də gedəcəksən, belə olur. Həm sual, həm də nida. İkisi birindən. Gəldik, məsələn, tutarım, deyirəm ki, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Azərbaycan. Nida. Yaşa Azərbaycan. Gördünüz? Oldu belə. Belə, qaranlıq qalan məqam olmadı sizə? Aha. Deməli belə, cümlənin məqsəd və intonasiyaya görə növünün izahını verdik. Gələn dərsdə inşallah verəcəyik sadə cümlənin şəxsə görə növləri.